Salam əziz tərbiyəçilər, salamlayıram hər birinizi. Sizə bu günlərim kitabım haqqında məlumatı qeyd eləyəcəm. Və qeyd edim ki, kitabım artıq çapa verilib. İnşallah ki, artıq hazır olacaq. Və kitabımı kim ki əldə etmək istəyirsə, adların qeyd elədiyim müəllimləri qeydləmirəm. Yəni sizi qeydiyyata almışam. Kimlər ki kitabı əldə etmək istəyirsə 051 357 58 71 nömrəsi ilə əlaqə saxlayıb adı və soyadını yazmağa kifayətdir. Çünki biri var ki, mən müəllimənin sayını əsasən qeyd edeyim və o tez bir müddət ərzində başa gəlsin, amma sonradan deyildiyim halda artıq müddət biraz uzanır da. Və qeyd edeyim ki, kitabım bütün çərçivəni əhatə edən bir kitabdır. Yəni mövzuların hər biri içərisində yer alır. Tərbiyəçi müəllimlər üçün, bağça müəllimləri üçün və burada MİQ-ə hazırlaşan müəllimlər, sertifikasiya hazırlaşan müəllimlər, yəni hər bir mövzu içərisində yer alır. Yəni MİQ və sertifikasiya hazırlaşan fərqi yoxdur. Çərçivə sənətinə əsasən və qeyd edeyim ki, məktəbə qədərin çərçivə sənəti MİQ də olsa, sertifikasiya da olsa, çərçivə sənəti eynidir, standartdır. Yəni o sertifikasiyanın müəllimlərinin başqa çərçivə sənəti, MİQ-in başqa çərçivə sənəti yoxdur. Çərçivə sənəti standart olur məktəbə qədər üzrə. Və burada sertifikasiya da ona hazırlaşır, o çərçivə sənədinin əsasında MİQ də ona əsasən hazırlaşır. Və kitabımızın qiyməti 20 manatdır. Amma poçtla 24 manata gəlib çıxır. Poçt daxil olmaqla. Və qeyd edim ki, Bakı ərazilərində yaşayan müəllimlər üçün indi inşallah ki, ya orada kitab olan yerlərə verəcəm, əgər təşkil edə bilsəm, ya da özüm inşallah ki, Bakıya gəlsəm, o halda 20 manat əldə edə bilərsiniz. Amma rayonlar üzrə çatdırılma 24 manata gəlib çıxır. Və qeyd edim ki, kitabımın içərisində bütün çərçivəni əhatə edən mövzular yer alır. Baxın, hər birində qeyd eləmişəm. Məktəbə qədər məzmunu, təlim strategiyası, metodika, pedaqogika və psixologiyanın, yəni hər biri qeydiyyata alınıb. Və qeyd edim ki, bir də nəyə qeyd edeyim? Bəzən müəllimlər, yəni əksər kitablarda 50 mövzu, 55 mövzuya gəlib çıxır. Bu da müəllimənin gözündə çox görsənir ki, hə, məsələn 55 falan mövzu var da burada. Burada sadəcə bir xırda dərslikləri indi mövzular olaraq müəyyənləşdirirlər. Məndə 40 mövzunu əhatə eləyir və qeyd edeyim ki, məsələn burada mən təfəkkürlə bağlı dərsliyimiz var ki, təfəkkürün formaları. Mən onu ayrı bir mövzu eləməmişəm, amma psixi proseslərin içərisində yer alır. Məsəl üçün əməyin növləri pedaqogikanın içərisində yer alır. Sonra var burada məsəl üçün fəaliyyətlə bağlı, ünsiyyət fəaliyyəti, idrak fəaliyyət. Bunlar da dərslik, yəni mövzu olaraq içərisində var, kitabın içərisində var. Sadəcə mən onu bir mövzulaşdırmamışam. Yəni həmin, məsəl üçün mən idrakla ünsiyyət fəaliyyəti var ki, onları tələbatların içərisində qeydləmişəm. Çünki sizə qəbulda belə həmin o tələbat olaraq sizdən soruşacaq. Yəni bir çox xırda məqamları ki, o qəbulda rastlaşacağınız suallara əsasən təmin olunan bir kitabdır. Və kitabımız haqqında gəlin ilkin tanışlıq olsun. Dəqiqə. Aha, getdim. Aha, kitabımız 40 mövzunu əhatə eləyir. Bax, məsəl üçün vərdiş var ki, bəzən müəllimlər deyər ki, bəs burada vərdiş yoxdur mövzu olaraq. Vərdiş gün rejimin əsasında yer alır. Bax, onun üçün bunları belə qeydləmişəm ki, çünki qəbulda da bax o vərdiş gün rejimin içərisində yer alacaq. Sonra məsələn Vakonun öyrənmə tərzi var, burada var. Sonra canım sizə desin, peşə tükənməsi, yəni hər bir mövzu var da, yəni necə deyim, çərçivə sənətini əhatə edən hər bir mövzu içərisində yer alır. Aha, gəlin baxaq, qısa şəklində, aydın şəklində qeyd eləmişəm, ətraflı, hər bir açar sözlərdə vurğulanıb kitabda.
Yəni hər bir detalına qədər, incəliklərinə qədər qeydiyyata alınıb kitabda ki, bunları da özüm əsas məqamları rəngli şəklində qeyd eləmişəm ki, müəllimə üçün daha rahat, daha aydın olsun oxumaq. Yəni kitabımızın içərisində hər bir dərslik qeydiyyata alınıb. Yəni məşğələlərdə geniş şəklində, əhatəli şəklində hər biri vurğulanıb. Bax bu şəklində. Yəni kitabımızın içərisində hər bir mövzu yer alır. Dediyim kimi, kimlər ki əldə etmək istəyirsə 051 357 58 71 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Kitabın içərisi kurikulum metodika, pedaqogika, psixologiya mövzularını əhatə eləyir. Həm MİQ, həm də sertifikasiya hazırlaşan müəllimlər üçün. Məktəbə qədərin çərçivə sənədi standartdır. Hər birinizə uğurlar arzu edirəm.